Salam dəyərli izləyicilər, Danışır Set podkastını izləyirsiniz. Podkastımızın bugünkü buraxılışında bir çoxlarının adını eşitdiyi, amma haqqında tam məlumatı olmadığı bir mövzunu danışacağıq. DOS və DDoS hücumları. Bu hücumlar elə hücumlardır ki, bir anın içində bütün saytları, onlayn xidmətləri və sistemləri əlçatmaz hala salır. Bugünkü mövzumuzu müzakirə etmək üçün istərdim qonağımı sizlərə təqdim edim. Paşa Bankın Daxili Audit Departamentinin AT auditoru Kamran Babazadə. Hakerlər onları ələ keçirirlər və istifadə edirlər bu cür botnet şəbəkələrdən. DOS və DDoS-un fərqi nədir? Yəni bunları izah edək ki, izləyicilərimiz başa düşsün. Wi-Fi-da hansısa işinizi izləyən bir proqram varsa, virus varsa, artıq sizin bank məlumatlarınızı da oğraya bilər. Xoş gördük. Dinləyiciləri də salamlayıram. Mövzu çox vacibdir və maraqlıdır və ilk növbədə sizi təşəkkür eləmək istəyirəm ki, bu layihədə mənə yer vermisiniz və öz fikirlərimi, öz biliklərimi paylaşmağa, yəni burada imkan yaratmısınız. Çox maraqlı və vacib bir mövzudur. İnsanlar bu sözlər barədə, DOS və DDoS barədə, yəni çoxlu eşidirlər, amma onun arxasında hansı proseslər gedir və mahiyyəti nədir, onu başa düşmürlər çox vaxt. Çox gözəl bir məqama toxundunuz Kamran bəy, çünki ölkəmizdə də son zamanlar aktual olan bir mövzudur DOS və DDoS hücumları. Hətta bunu müşahidə də eləyirik. Mən istərdim bu məsələnin mahiyyəti barədə danışaq. DOS və DDoS-un fərqi nədir? Yəni bunları izah edək ki, izləyicilərimiz başa düşsün. Əslində DOS və DDoS bənzər hücum növləridir və DOS-un açıqlaması denial of service, yəni hər hansı bir xidmətin dayandırılması, əlçatanlığı olmaması kimi başa salmaq olar. DDoS isə yəni distributed denial of service. Yəni siz görürsünüz ki, sözün kökü eynidir denial of service-də. Sadəcə birində tək bir mənbədən gələn hücumdur. O birisində isə yəni fərqli istiqamətdən, fərqli tərəflərdən gələn hücumlardır. Yəni elə bir ki, siz bir nöqtəni bağlayırsınızsa, DOS-dan qoruna bilərsiniz, amma DDoS-da bunu artıq bu formada eləmək mümkün olmayacaq. Çünki fərqli istiqamətdən gələn hücumlar var. Biz DOS-a nümunə olaraq belə bir şey deyə bilərik. Misal üçün bir nəfər bankomatın qarşısında durur, kartına daxil edir bankomatı və müxtəlif xidmətləri dəfələrlə sorğulayır və bir növ bankomatı məşğul edir. Yəni buna belə bir nümunə gətirə bilərikmi bu hücum növünə? Tamamilə düzdür. Yəni arxa planda bankomat normal fəaliyyət göstərir, yəni öz işini görməyə çalışır. Sadəcə müştərilər o xidmətlərdən yararlana bilmir. Çünki bankomata giriş məhdudlaşdırılıb, bir nəfər kimsə onu məşğul edir. DOS-un mahiyyətini bir növ başa düşdük. Bəs DDoS-un DOS-dan böyük fərqi nədir, yəni əsas? DDoS isə yəni başqa bir misalla, yəni bizim gözümüzün qabağında hamımız gördüyümüz bir misalla izah eləmək istəyirəm. Yəni Black Friday-də, yəni biz görmüşük ki, internetdə və televiziyada göstərilir ki, Amerikada dükanların qarşısında insanlar yüzlərlə insanlar yığılır ki, ucuz malları, yəni endirimli malları əldə etmək üçün və dükan açılanda, yəni tutumundan artıq olan insanların sayı dükana daxil olur və orada əməlli başda başlayır, sıxlıq yaranır. Bu eyni DDoS-u izah edən misaldır. Niyə görə? Çünki yəni bir servisi, yəni 100 nəfər üçün nəzərdə tutulubsa, yəni artıq 101-ci adam gələndə artıq o xidmət ala bilmir və bir növ xidmətə əlçatanlıq məhdudlaşır. Bəli, məhdudlaşır və siz fikirləşin ki, bu 101 olmur. Yəni bu minlərlə olur və daha çox olur. Yəni sayda DDoS olur. Yəni hansısa bir xidmətə müraciət edənlərin sayı çox böyük bir həcmdə gəlir və normal insanların artıq bu xidmətdən yararlanma imkanı olmur. Kamran bəy, istərdim bu hücumun növləri barədə də danışaq. Bildiyimiz kimi bu hücumun müxtəlif növləri var. Tətbiq əsaslı, resurs əsaslı və məntiq əsaslı, volumetrik və IOT və ya botnet əsaslı hücum növləri vardı. İstərdim ki, bu hücumlardan danışaq. Əslində bir şey deməyə yadımdan çıxıb ki, yəni bu DDoS hücumlar daha çox botnet şəbəkəsi ilə icra olunur və botneti izah edəndə, yəni çox sadə bir üsulla izah edə bilərəm.
Bir növ zombiləşdirilmiş kompüter deyə bilərik də biz, yəni manipulyasiya edilən bir kompüter. Yəni kompüterin belə deyək də istifadəçisindən kənar onun istifadə olunması. Əslində kompüterdir, amma kompüter biz bildiyimiz kompüterlərdən daha çoxdur. Yəni biz görmədiyimiz, gündəlik həyatımızın hər tərəfimizdə olan bir avadanlıqlardan söhbət gedir. Yəni IoT avadanlıqlardır. Bizim binaların girişində, çıxışında kameralar dayanır, barmaq sensorları ola bilər. Bir ara çox populyar olmuşdu soyuducuların şəbəkəyə qoşulması, nə bilim printerların şəbəkəyə qoşulması. Yəni bu avadanlıqlar hamısı, yəni daxilində əməliyyat sistemi olduğuna görə, yəni bir növ risk faktoruna daxildir. Bəli, risk faktoruna daxildir. Yəni IoT cihazlar əslində istərdim bu termini açaq. IoT cihazlar odur ki, yəni internetə bütün çıxışı olan avadanlıqları, cihazları biz IoT kateqoriyasına daxil edə bilərik ki, bu da düşünürəm ki, internetə çıxışı olduğuna görə DOS hücumlarında bir növ resurs kimi istifadə oluna bilər. Yəni bir növ zərərli bir cihaz kimi istifadə oluna bilər ki, bəli, alət kimi istifadə oluna bilər. Bəli. Yəni təəssüf ki, sadəcə Azərbaycan deyil, yəni bu bütün dünyada belə bir problem var. Yəni vaxtı-vaxtında əməliyyat sistemləri, təhlükəsizlik yenilənmələri olunmur deyə. Yəni bu avadanlıqlar da öz müəyyən bir problemlərini üzləşirlər və o hakerlər onları ələ keçirirlər və istifadə edirlər bu cür botnet şəbəkələrdən. Yəni bu botnet, yəni biz bildiyimiz sadə kompüter deyil. Yəni hər şey ola bilər. Yəni adi kofe maşınından tutmuş, indiki elektrik maşınlar da ola bilər. Çünki o elektrik maşınlar da şəbəkəyə qoşuldu və biz ümumiyyətcə bilmirik ki, orada kimsə nəyisə iş görür. Yəni smart TV də ola bilər. Yəni mən öz evimdə müşahidə etdim ki, yəni müəyyən bir periodlarda televizor özü-özünə yanır. Sonradan məlum oldu ki, yəni orada müəyyən bir hansı proqram yazıblar və o proqramdan uzaqdan idarə edir. Lazım olanda televizoru yandırırlar, televizor başlayır harasa internet üzərində atakları edir, hücumları edir. Yəni hansısa bir komand üzərində komand göndərilir və televizor özü kodlanır, başlayır müəyyən bir işlər görür. Yəni mənim işimə ümumiyyətcə heç bir müdaxilə olmur. Yəni mən lazım olanda televizora baxıram, maşını sürürəm, kamera nəzarət edirəm. Yəni mənim işimə heç bir problemi yaratmır. Amma mənim televizorum, mənim kameram, mənim avtomobilim hansısa bir prosesdə artıq bir əskər kimi, hansısa bir botnet şəbəkəsinin bir əskəri kimi iştirak edir. Yəni mənim xəbərim olmadı. Bəli, çox gözəl bir məqama toxundunuz. Burada biz onda bir növ IoT cihazların təhlükəsizliyindən də danışmalıyıq ki, yəni vətəndaşlar nələrə diqqət yetirsinlər bu cihazların təhlükəsizliyində. Bir növ az öncə vurğuladığınız kimi yenilənmələrin vaxtında tətbiq olunması, security patchlərin update edilməsi mütəmadi olaraq. Digər tərəfdən bu cihazların qoşulduğu Wi-Fi şəbəkəsinin təhlükəsizliyi də bir növ burada ortaya sual kimi çıxır ki, yəni bu Wi-Fi şəbəkələrin təhlükəsizliyi necə təmin olunur ki, həmin cihazlar şəbəkəyə təhlükəsiz şəkildə qoşulur, yoxsa yox? Bəli, tamamilə sizinlə razıyam. Çünki yəni bu çox vacib bir məsələlərdir. Yəni təhlükəsizlik, yəni əvvəl biz ümumiyyətcə elə bir ki, başqa bir dünyada yaşayırdıq. Xəbərimiz yox idi ki, təhlükəsizlik deyilən bir şey var, ümumiyyətcə ehtiyac var. Yəni mən özümdən də danışıram. Bir 15-20 il bundan qabaq, yəni mən təhlükəsizlik, yəni kompüterlərdə təhlükəsizlik, antivirus nəyə lazımdır, yəni başa düşə bilmirdim. Yəni bu yavaş-yavaş problemləri yaşaya, yəni Azərbaycandan danışırıq. Yəni bizdə yəni ümumiyyətcə dünyada o 20 il bundan qabaq Azərbaycanı tanıyan bəlkə o qədər ölkələr yox idi və maraqlı deyildi artıq Azərbaycanın. Yəni bu son illərdə Azərbaycan özünü tanıdı dünyada və maraqlı oldu. Yəni hakerlərə görə, yəni və başqa bir qurumlara bu artıq maraqlı oldu ki, Azərbaycanda nələr var. Yəni ilk növbədə yəni biz gəlirik ki, indi təhlükəsizlik sazlamalara gəliriksə, yəni kameralarda zavoddan gəlmə passwordlar olur, şifrələr olur. Hansılar ki, zavodda fabrik özü sənə kitabında yazır ki, bunu evə quraşdırdın, sazladın, dəyişdir. Çünki bu elə bir ki, milyonlarla buraxılan kameralarda passwordlar eynidir. Çox adam onu eləmir. Eyni problem Wi-Fi modemlərdə, routerlarda da var.
başqa cihazlarda, yəni zavod istehsal edəndə, yəni yazır kağızda pasport admin 1 2 3 4. Yəni belə bir sadə pasportları yazır ki, yəni sən ilk sazlamanı eləyirsən və sonradan artıq sən özün başa düşərək, yəni bunun təhlükəsizliyinə özün cavabdehsən, bir növ cavabdehsən, başa düşməlisən. Amma reallıqda biz görürük tam tərsinə, yəni ya belə deyim də, yəni mənim ətrafımda olan qohumlar, tanışlar, yəni IT sahədə bilik olan ümumiyyətlə adam azdır, çox azdır. Və ona görə yəni ya mənə müraciət edirlər ki, gəl kömək elə bunu tam nəsə quraşdıraq, ya nəsə eləyək. Yəni mən təbii ki, gələndə indiki təcrübə ilə mən lazım olan tədbirləri görürəm. Yəni şifrələri dəyişirəm, çətin gəliz şifrələri qoyuram, yəni bunlar hamısını normal yerdə saxlayıram, təhlükəsiz yerdə saxlayıram, izah edirəm. Amma yəni mən görürəm ki, həqiqətən təhsildə çox böyük bir problem var. Yəni ən sadə variantı izah edeyim ki, internet providerın əməkdaşları gəlib evdə Wi-Fi modemi quraşdıranda çox sadə, ya heç ümumiyyətcə baş qoşmurlar o pasportların dəyişməsində, ya da ki, evin sahibini soruşurlar ki, nə qoyaq? Evin sahibi də uşağın adını qoyur. Yəni çox bəli, çox sadə bir şey deyirlər və ümumiyyətcə təhlükəsizliyi izah edən yoxdur. Əslində bu Wi-Fi şəbəkələri bu DOS hücumlarında düşünürəm ki, kritik bir rola malikdir. Çünki bir növ bütün cihazlar, yəni bir növ IoT cihazlarının çoxusu Wi-Fi şəbəkələrinə qoşulur və vətəndaşlara istərdim ki, həmin Wi-Fi şəbəkələrin, routerların təhlükəsizliyi ilə bağlı 1-2-3 təcrübə xarakterli bir praktiki məsləhətlər verək, vətəndaşlar onu tətbiq eləsinlər. Wi-Fi modemləri və Wi-Fi şəbəkələrə gəldikcə, mən bir məsələni vurğulamaq istəyirəm ki, Wi-Fi modemlərin şifrələri və orada uzaqdan qoşulmalar, yəni buna istifadəçilər fikir verməlidirlər özləri. Çünki bu ilk növbədə, yəni onların öz istifadəsinə, onların öz məlumatlarına problem yarada bilər. Məlumatlar oğurlana bilər, bank məlumatları ola bilər, şəxsi məlumatları ola bilər. Yəni ondan sonra evdə əgər hansısa bir kameralar var, hansısa bir avadanlıq var, o avadanlıqların təhlükəsizliyi risk altına düşür. Ona görə yəni şifrələr sadə şifrə deyil. Yəni ev ünvanı ya da ki, mobil telefon nömrəsi qətiyyən istifadə eləmək olmaz. Çünki bu məlumatlar ilk növbədə yoxlanılır. Hakerlər tərəfindən, yəni bu məlumatlar yoxlanılır. Ondan sonra modemin adını eyni şəkildə modemin pasportunu qoyurlar. Yəni Wi-Fi-da artıq bunun adını görüb təkrar pasport olaraq istifadə edə bilirlər, yoxlaya bilirlər. Ondan sonra standart şifrələr var, hansılar ki, ümumiyyətcə istifadə olmağı tövsiyə olunmur. Bu 1 2 3 4 5 6. Ondan sonra nə bilim ayların adları, yanvar, fevral, mart belə sözlərdir. Bəzən belə deyim, istifadəçilər bu adminin arxasında da admin olduğuna görə dəyişmirlər onu standart. Admin 1 2 3 qoyurlar. Yəni mütləq qaydada bunlardan təbii ki, qaçınmaq lazımdır. Şifrələrin uzunluğu minimal olaraq 12-16 aralığında olsa düşünürəm ki, daha təhlükəsiz olar. Həmçinin burada xüsusi simvollardan, hərf və böyük və kiçik hərflərin, rəqəmlərin kombinasiyasından istifadə etmək düşünürəm ki, təhlükəsizlik baxımından daha yaxşı olar. Bəli, tamamilə. Yəni bu bütün əməllər yəni ilk növbədə istifadəçinin özünü qoruyur. Yəni biz neçə dəfə şahidi olmuşuq ki, insanların bank məlumatları oğurlanır. Bu sadəcə bankdan oğurlanan məlumat deyil. Bu sizin telefon cihazında ola bilər hansısa bir virus, hansı ki sizin məlumatlarınızı oğurlayır, harasa göndərir. Ondan başqa sizin evdəki modem, siz evdə tam bank proqramı istifadə edirsiniz. Wi-Fi ilə qoşulursunuz. Wi-Fi-da hansısa bir izləyən, sizin işinizi izləyən bir proqram varsa, virus varsa, artıq sizin bank məlumatlarınızı da oğurlaya bilər. Yəni hansısa kənara göndərəcək o məlumatları və o adamlar artıq o bank məlumatları ilə nə edəcəklər, nə tər edəcəklər biz bilmirik. Ola bilsin ki, satacaqlar, başqa yerə satacaqlar, ola bilsin ki, özləri istifadə edəcəklər. Yəni bu bizim məlumatımız artıq təhlükəsiz olmayacaq. Yəni kimsə bizim məlumatımızı əldə edəcək. Və təbii ki, yəni biz ən sadə variantları, yəni özümüzü qorumalıyıq. Telefon,
Wi-Fi modemlər, kompüterlər, təhlükəsizlik update yenilənmələr olmalıdır. Antiviruslardan istifadə olunmalıdır. Şəbəkə maksimum, yəni kənar adamlara o passwordları verilməməlidir. Yəni qonşu xahiş elədi, kimsə nəsə xahiş elədi. Yəni hardasa açıq şəkildə yazmağı da düzgün deyil. Yəni bu əməllər yəni bizi hamımızı qoruyur. Kamran bəy, IoT və botnet əsaslı belə deyək də hücumlardan danışdıq bir qədər. İstədim volumetrik hücumlara da toxunaq ki, bunların mahiyyəti nəyə ehtiva eləyir? Volumetrik hücumlar, yəni bu sadə sözlə desək, böyük həcmli paketlərin, böyük həcmli fayllarla hansısa şəbəkəni yükləmək, hansısa serveri yükləmək, yəni bu necə icra edirlər? Yəni hər hansı bir, siz başa düşürsünüz ki, yəni hər hansı bir şirkətin olsun, şirkətin içində olan serverlərin, şəbəkələrin müəyyən bir keçirici qabiliyyəti var. Şirkətlərdə şəbəkə tutumu və serverlərdə giriş xəttlərin doldurması üçün istifadə olunur. Yəni beləcə deyim, hansısa bir serverə bağlanan bir kabelin 1 gigabit keçirici qabiliyyəti varsa və server yüzlərlə müştərilərə, yəni serverin üstündə hansısa bir web səhifə işləyir və o səhifəyə günə milyonlarla adam girir. Yəni bir növ həmin linki trafiklə doldururlar ki, bəli. Trafik sadə sözlə izah eləsək, yəni bu elə bir ki, o kanalın içindən keçən paketlərin sayına. Misal olaraq deyim ki, gün ərzində tutam 1 milyon paket keçirsə və server onu normal qəbul eləyib, icra eləyə bilirsə, yəni bu okeydir. Amma hücuma gələndə bu paketlərin sayı artıq 10 milyonlarla olur. Yəni server artıq onu icra eləyə bilmir və şəbəkə artıq çatdıra bilmir. Yəni bu qədər paketlərin sayını. Yəni bu ən sadə və ən çox populyar olan bir hücum növüdür. Yəni volumetrik. Yəni fərqli nöqtələrdən, dünyanın fərqli nöqtələrdən yəni bir serverə dəfələrlə sorğuların göndərilməsi. Bəli, dəfələrlə sorğuların göndərilməsi olur. Kamran bəy, istərdim əlavə olaraq bu tətbiq səviyyəli hücumlara da toxunaq. DOS hücumlarında tətbiq səviyyəli hücumlar necə tətbiq olunur? Yəni bunun mahiyyətini danışardı zəhmət olmasa. Bəli, bu da çox vacib məsələdir. Niyə görə? Yəni tətbiqlər, yəni biz gündəlik istifadə etdiyimiz proqramlardır. Bu telefon proqramı ola bilər, kompüterlərdə istifadə etdiyimiz proqramlar ola bilər. Və proqramlar öz başına işləmir. Təbii ki, proqram hansısa bir serverlə əlaqə qurur və müəyyən bir prosesləri icra etməyə çalışır. Amma tətbiq hücumu olanda, tətbiq səviyyəli hücumu olanda, yəni artıq o proqramlar müraciət etdiyi serverlərin xəttləri məşğul olur. Məşğul olur necə? Yəni onlar analiz edirlər ki, bu tətbiqlər, hakerlər analiz edirlər. Tətbiqlər hansı protokollardan istifadə eləyir, hansı portlardan istifadə eləyir, hansı növ istəkləri, requestləri göndərir serverə və onları analiz eləyərək onun artıq standart olmayan requestləri göndərməyə başlayır server. Həmin protokolla, həmin portla sadəcə əgər server düzgün sazlanmayıbsa, artıq server yüklənməyə başlayır. Server başa düşmür ki, bu real müştəridən gələn request yoxsa hansısa bir hücumçu tərəfindən gələn bir request. Və server artıq yüklənir, düzgün cavab verə bilmir. Ya da ki, tərsinə, yəni lazım olmayan məlumatları hakerə göndərir. Yəni hakerə göndərir. Ona görə yəni bu cür tətbiq hücumlarının qarşısını almaq üçün daha çox web application firewallları istifadə edirlər. Yəni bu da bir növ firewalldur. Hansı ki, sırf bu tətbiqlərin qorunması üçün məşğuldur. Yəni o səviyyədə olan requestlərin analiz eləyir, requestlərin nə formada olmağını analiz eləyir və kənarlaşmalar olanda artıq bu kənarlaşmaları kesməyə başlayır, bloklamağa başlayır. Kamran bəy, bu hücumların belə deyək də növlərindən danışdıq. Bəs bu hücumların statistik olaraq miqyası necədir? Çox maraqlı bir temaya toxunursunuz. Yəni əslində %100 məlumat yoxdur. Çünki sadəcə tutulmuş hücumlardan söhbət gedir. Yəni hansılar ki, təyin olundu ki, bu həqiqətən hücumdur. Amma hücumların sayı ondan qat-qat çox ola bilər.
Statistik məlumatlar daha çox yəni çox böyük zərər gətirən ya da ki qarşısını almaq üçün böyük bir resurs tələb edən məlumatlar var publikdə. Yəni təbii ki bu məlumatlar da hamı paylaşmır. Yəni elə şirkətlər var hansılar ki ümumiyyətcə bu hücumlardan heç kimə demir. Amma olan məlumatlardan deyim ki, tutan Cloudflare yəni dünyada ən böyük provider. Bu həm DDoS-lardan qoruma imkanları verir. Yəni mən də balaca şirkətlərə, hansı ki büdcət çox böyük olmayan şirkətlərə, yəni tövsiyə eləyərdim ki, yəni bu növ şirkətlərlə əlaqə saxlasınlar. Bu növ şirkətlərlə işləsinlər ki, yəni onların resursları, onların web səhifələri, onların hansı resursları, hansı ki müştərilər istifadə edir, o resurslar, yəni bu növ providerlərlə qorunsun. Cloudflare, sadəcə Cloudflare, yəni Cloudflare kimi şirkətlər də çoxdur dünyada. Yəni sadəcə Cloudflare özü 2024-cü ildə 21 milyondan çox hücumu dəf edib. Bu çox böyük bir rəqəmdir və biz 2025-ci ilin statistikasına baxaq. 2025-ci ilin statistikanın ilk yarımında artıq bu rəqəm keçib. Yəni hər il ən azı bir 100% artım gedir. Yəni bu əvvəlki illərə də baxsanız, yəni eyni şəkildə trend gedir, getdikcə çoxalır, atakların sayı çoxalır. İnsanlar həqiqətən bu rəqəmi başa düşə bilmir. Hücumların sayı və hücumların növləri dəyişməyə başlayır. Niyə görə? Yəni əgər əvvəllər az həcmdən hücum olunurdu. Yəni artıq həcmlər də böyüyüb, yəni real olmayan bir həcmə gəlir, çatır. Terabitlik bir saniyədə 1 terabitlə artıq hücumlar sayı çoxalır və 1 terabit necə izah edeyim? Sanki Bakı kimi bir şəhərin su xəttlərini bir balaca şlanq üzərindən keçirməyə çalışırlar və həqiqətən yəni bu çox aşırı böyük bir rəqəmlərdir. Yəni biz özümüz belə bu rəqəmləri təsəvvür eləyə bilmirik. Yəni hələ mən IT sahədə işləyən bir adamam. Mənim üçün bu rəqəm həqiqətən unreal bir rəqəmdir. Yəni ona görə. Kamran bəy, çox maraqlı məqamlara toxunduq. DOS hücumunun mahiyyətini etibar elədik, hücumların növlərindən danışdıq, bunların statistik göstəricilərinə toxunduq. Ən əsası vacib məsələ bu hücumların qarşısını necə almaq olar? Qorunma üsulları fərqli olur və o artıq şirkət təşkilatının ya da ki, hansı bir fərdin səhifəsi varsa, yəni onlar özləri qiymətləndirib seçim eləməlidirlər. Yəni ən sadə variant və balaca təşkilatlar üçün faydalı olan bulut xidmətlərin üzərindən yəni öz səhifələrini internetə vermək. Yəni təbii ki, yəni hər hansı bir hücum olsa həmin səhifələrə, yəni bulut xidmətlər onu müəyyən bir sayda qorumuş olacaqlar və sizin xidmətləriniz zərər çəkməyəcək. Yəni davam edəcək xidmət verməyə. Amma böyük şirkətlər üçün yəni bu artıq əlverişli olmaya bilər. Çünki yəni xidmətlərin sayı çox ola bilər. Yəni və onun hamısını tək-tək bulut xidmətlərin üzərinə qorumaq bəlkə böyük bir rəqəm yarada bilər. Böyük bir büdcə yarada bilər. Ona görə onlar daha çox yəni daxildə müəyyən bir sistemlərin qurulması ilə, müəyyən bir proseslərin qurulması ilə onu həll edə bilirlər. Yəni hansı alətlər istifadə olunur? Yəni bayaq dediyim web səhifələrin qarşısında Web Application Firewall quraşdırılır, WAF quraşdırılır. Yəni o WAF müəyyən bir hücumların növünün, yəni sırf tətbiqlərə fokuslanan hücumların qarşısını alır, kəsə bilir. Yəni artıq web səhifələri bu formada qorunmuş olur. Ondan başqa növ hücumları ola bilər. Yəni o hücumların qarşısını adi firewalllar qarşısını alır. Yəni o firewalllar artıq sizin şəbəkənizi qoruyur. Ondan başqa, yəni mütləq şəkildə böyük şirkətlər və kritik xidmətləri verən bir şirkətlərdə, yəni
hər hansı bir dayanmalar olsa belə, yəni o dayanmadan bərpa planları olmalıdır. Yəni sadə incident response planı deməli, ARP planı olmalıdır. Sadə sözlə izah edeyim ki, yəni okey, DDoS-un qarşısını ala bilmədik. Xidməti dayandırıblar, xidmət server çökdü, serverə nə isə oldu, virus yoluxdu, ola bilsin ki, başqa bir şey oldu. Yəni ən minimal itkilərlə bərpa eləmək lazımdır bizə. Yəni o bərpa eləmək üçün bizə nələr lazım olacaq, nə formada onu eləyəcəyik. Yəni müəyyən bir plan olmalıdır. O planda həm insanlar qeyd olunmalıdır, kimlər nə iş görəcəklər, həm də harda nə görəcəklər. Çünki ola bilsin ki, Bakıda olan bir server artıq istifadəyə yararlı deyil. Hardasa başqa bir yerdə bir server qaldırmaq lazımdır təcili olaraq. Orada həmin serverə proqram yükləmək lazımdır, məlumatları bərpa eləmək lazımdır. Yəni bu formada yəni biz ən qısa zamanda müştərilərə qayıtmalıyıq ki, müştərilər əziyyət çəkməsinlər. Yəni ona görə yəni bu cür planlar olmalıdır və bu planlar hər il analiz olunmalıdır, yoxlanılmalıdır. O planlar test olunmalıdır reallıqda. Yəni belə bir plan. Hücum oldu. Serveri söndürdük. Real ssenarilər əsasında. Real ssenari əsasında yoxlayırıq. Neçə müddətdə biz onu bərpa eləyə bilərik? Gecə, gündüz, bayram günləri ola bilər. Yəni insanlar, yəni kimsə məzuniyyətdədir, kimsə ezamiyyətdədir. Yəni kim nə vaxt, yəni onu bərpa eləmək üçün müəyyən bir komanda olmalıdır və müəyyən bir proseslər olmalıdır ki, artıq avtomatlaşdırılmış şəkildə olmalıdır bunlar. Yəni ən qısa zaman itkisi olmalıdır ki, yəni müştərilərin narahatçılığı olmasın və artıq siz biznesə qayıtmaq, yəni bilirsiniz necədir, yəni hansı bir şirkət xidmət verir və imkan vermir istifadə eləsinlər o xidmətdən. Müştərilər artıq qaçacaq bu şirkətdən. Gedəcəklər daha stabil şirkətlə işləməyə. Çünki yəni hər şey, yəni vaxtımız puldur. Bəli. Yəni siz əgər vaxtınızı itirirsiniz, gözləyirsiniz hansısa server qalxsın, olur yazıları, gözləyin, bizdə texniki işlər gedir. Yəni DOS hücumlarında da bir növ əslində əsas məqsəd nüfuzdan, etibardan salmaq şirkəti, bir də maliyyə etkilərindən yəni özləşdirməkdə şirkətləri. Yəni bir çox belə deyək də hacker qruplaşmaların, hacktivist qrupların bunu etməkdə də məqsədi budur, motivasiyası budur ki, həmin şirkətin nüfuzu aşağı düşsün, böyük belə deyək də məsrəflərlə özləşsinlər. Yəni əsas məqsəd budur. Həm də konkurensiya ola bilər. Yəni bu bir növ çirkli konkurensiya ola bilər. Tam A şirkətin sahibi gedir, hakerə pul verir ki, get B şirkəti imicini poz ginən. Yəni indiki dünya beləncədir. Yəni təəssüf olsun ki, yəni bizə verilən imkanlar kimsə yaxşı tərəfə istifadə eləyir, kimsə pis tərəfə istifadə eləyir. Yəni indi o pisin qarşısını almaq üçün müəyyən bir bizim biliyimizə də ehtiyacımız var. Az öncə vurğuladığınız addımlar təbii ki. Bilik də olmalıdır, müəyyən bir alətlər də olmalıdır, təhsil də təbii ki olmalıdır. Yəni təzə yeni növ hücumların qarşısını almaq üçün gərək oxuyasan necə onun qarşısını almaq lazımdır. Öyrənəsən, sistemləri maarifləndirmək lazımdır. Həm insanlar da bilsinlər ki, bu cür risklər var. Sonra işçilər də bilməlidirlər ki, bunun qarşısını necə alınmalıdır. Çünki ona görə yəni təşkilatlar öz işçilərin təhsillərinə də sərmayə buraxmalıdır ki, yəni artıq insanlar bilməlidirlər ki, necə inkişaf edəcəklər, hansı, yəni yenə şirkətlərə, təşkilatlara bir fayda qatacaqlar onlar. Öz oxuduğu öz biliklərini fayda qatacaqlar. Çox sağ olun Kamran bəy. Bugün çox vacib və əhəmiyyətli məlumatlar paylaşdınız, öz təcrübələrinizi bizimlə bölüşdünüz. Sizə də çox təşəkkürümü bildirirəm. Yəni layihədə uğurlar. Dəyərli izləyicilər, Danışır Set podkastını izlədiniz. Rəqəmsal təhlükəsizliyiniz üçün məlumatlı qalın, diqqətli olun. Videomuzu bəyənib kanalımıza abunə olmağı unutmayın.